Bənövşə, sözlərin düzgün yazılışı görüm necə öyrənmisən? Başladıq, mən sənə sözləri deyirəm, hansı səhvdirsə, həmin sözlərin düzgün yazılışını dairələ, səhv yazılan üstünə xətt çək. Aha, getdik. Müdür sözü necə yazılır? İkisində yazmışıq. Aha, hansı səhvdirsə, onun üzərinə xətt çək. Afərin. Yaxşı, cüdo sözü necə yazılır? Üzərinə xətt düzgün olanı işarələ, səhv olanın üzərindən xətt çək. Birini də deyək, münbit. Münbit yoxsa münbit? Necə yadımızda saxlayırıq onu? Aha, afərin. Səhv olanın üzərindən xətt çək. Deməli, indi Rəşid görək necə öyrənib evdə. Rəşid, ümid yoxsa ümid? Hansı? Bəli, səhv olanın üzərindən xətt çək, afərin. Yaxşı. Biro yoxsa biro? Biro. Bəli. Afərin. Billur yoxsa billur? Billur. Bəli. Billur sözü necə yadında saxlayırsan billur sözün? Bül sözü. Bəli, bülbül sözündən yəqin ki, yadında saxlamısan.